44 günlük Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən, tarix yazan qəhrəmanlarımızdan biri də Azər Əliyevdir. Azər Elnur oğlu Əliyev 21 3-cü ay 2002-ci il tarixində Göyçay rayonu Kürşaban kəndindən anadan olmuşdur. Azərin həqiqi hərbi xidməti Vətən müharibəsi dövründə təsadüf edib. Torpaqlarımızın işğaldan azad olunmasından igidlik göstərən Azər Əliyev 30 oktyabrda Füzuli rayonunun uğrunda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Göyçay rayonunun Kürşaban kənd qəbirstanlığında böyük izdihamla dəfn edilmişdir. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamının əsasında Vətən uğrunda, Füzulinin azad edilməsi uğrunda medalları ilə tərtib edilmişdir. Məkanın cənnət olsun, şəhidim. Anım tədbirinə başlamadan öncə Azərbaycanın müstəqilliyi uğrunda, torpaqların azad olunması uğrunda, suverenliyimizin bərpa olunması uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəli sükutla, ehtiramla yad edin. Hörmətli şəhid valideynləri, rayon ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətinin nümayəndələri, bu kəndin, elin, obanın dəyərli insanları və şəhid sevərlər. Bugün Göyçayımızda növbəti bir şəhidimizin anım tədbiri keçirilir Şaban kəndində, Şaban kəndinin məzarlığında. 5 il bundan qabaq bugün iki qəhrəman şəhidimizi biz torpağa tapşırmışıq. Göyçayımızın iki gəncin, iki həyat sevər, ürəkləri arzularla dolu olan, həyat eşqi ilə dolu olan və hamıdan çox vətənini sevən, vətən üçün canından keçməyə hazır olan iki gəncimizi torpağa tapşırmış. Ağır günlər olub. Bir anlıq 5 il geriyə dönsək, həmin günləri bir daha yadımıza salsaq, görək ki, həqiqətən çox ağır, çox faciəli və çox çətin bir günlər yaşamışıq. Yaşamışıq deyəndə biz o günləri hər gün yaşayırıq, hər an yaşayırıq. Şəhid valideynləri, şəhidin doğmaları. Amma 5 il keçməsinə baxmayaraq bir yubiley ili də kaş ki bu tam başqa bir sağ olsun. Amma bir həqiqət var ki, bizim bütün vücudumuzla dünya cəhətini fikirləşirik. Amma inşallah ki, biz bəzən ifadələrimizdə nə deyirik? Arzularına çatmadılar. Elə deyir. O evlatlarına o şəkildə dua eləyiblər. Cenab-ı Allah da o duanı qəbul elədi. İnşallah onlar ən böyük bir mərtəbəyə qalxdılar. Şəhidlik mərtəbəsinə qalxdılar. Hətta bəzən bəzi məsələlərdə yəni peyğəmbərlərdən belə üstün bir mərtəbəyə qalxdılar. İndi bugünkü günü bizim elə bir ki, bu şəkildə əlbət yəni dünyadır. Hər birimiz ağlayırıq, hər birimiz ağrıyırıq. Amma əsas tərəfini inşallah fikirləşək. Bəzən fikirləşirəm ki, bizim ağzımızdan çıxan bəzi kəlmələrdə yəni qüsurlar həqiqətən var. Yəni insan qüsursuz deyil. Amma o şəhid bugün ətrafımızdadır. Başımızdan ucadır. Allah Quran-ı Kərimdə onlar ölümsüzdürlər. Siz onları ölü deməyin. Onlar bizim ruhlarında. Fakat siz bilmərsiniz deyir. Əlbət insanın qabiliyyəti, insanoğlunun qabiliyyəti ona yetişməz. Amma bir həqiqətdir ki, bu günlərin 5 il artıq üstündən keçib. Amma yenə bu izdiham, yenə bu sahib gələn insanlar, yenə nəsibi olan insanlar, yəni mən buna nəsib deyəcəm, ona görə ki, yəni şəhid ziyarəti, yəni bir ali bir ziyarət, yəni. O cəhətdən də gələnlərə təbrik edirəm ki, yəni bu savabdan məhrum qalmadılar, bu səvabı, yəni 5-ci ildə inşallah bu ömür, bu yaşadığı müddətcə, inşallah bu dünya doğduqda bu şəhidlərimiz hər an anılacaq inşallah. Böyükdür ki, deməli ki, bu dünyada da həm də ahirətdə inşallah o məqamın ən yüksək bir məqamdadılar. İndi bu şəhidlərin valideynləri, bu günlərim inşallah haqqı ilə dərk eləməyi birinci növbədə şərtdir. Nəyin şəhid valideynləri? Bu millətin hamısı. Hər birimizi onu dərk eləməyi nəsib eləsin. Allah şəhidlərimizin məqamını uca eləsin. Peyğəmbər Əfəndimizə qonşu eləsin.
şəhadətlərin qəbul eləsin. İnşallah ki, şəfayətlərinə nail eləsin, bizə qonşu eləsin inşallah. Allah bütün şəhid valideynlərə, şəhid istəyənlərə Allah hidayət versin. Allah hər birimizə yardım eləsin. İnşallah biz əlimizdən gəldiyi qədər unutmayacağıq, bir də unutturmayacağıq inşallah. Bir də irəlidə inşallah cənnətdə görüşmək ümidi ilə Allah hər birimizdən razı olsun. Sağ olun. Təşəkkür ederim. Sözün həqiqi mənasında bu gün əsl qəhrəmanların günüdür. Mən belə fikirləşirəm ki, belə qəhrəman evlatları dünyaya gətirən analar da qəhrəman. Bir daha belə fəlakətlər bütün xalqımızın olmasın. Bura gələn yoldaşlara, bura gələn şəhid atalarına, şəhid analarına, ailəmiz adına minnətdarlığını bildirirəm. Rəhbərliyə minnətdarlığını bildirirəm. Bəli, babamız vətən yolumuzu azad edib, xalqımızı firavan günə çıxarıb, biraz sizin qeyd edədiniz kimi, xalqımızın əsl o namusunu, vicdanını özünə qaytarıb. Utanç vəziyyətlər. Bu günlərim çox şükürlər olsun ki, biz üzü ağ dünyaya da çıxa bilirik, üzü ağ bütün xalqın içində də has edəm. Xüsusən də şəhid ailələrində məndir. Alnı açıq, boyu bükük durmayın heç vaxtı. Sizin üzünüzə baxmağa bizlər utanmalıyıq. Siz heç kimdən utanmırsınız, xalqın gözünə dik baxın, ayağınızı yerə möhkəm qoyun, gələcək həyatınızı yaşayın. Bundan sonraki günlərdə kimin sibiləsin, arzulayın ki, bax belə bu səvimiyyət, bu xeyirbaçılıq əbədiyyəzə Allahdan rəhmət dilərim, ruhu şad olsun. Mənim gözəl balama da Allah səbir versin hamımıza. Sağ olun. Allah sağ olun. Şahik müəllim həm bir ziyalı kimi çıxır, həm də bir anlıq təsəvvür edin ki, şəhidin babası, nənəsi övladına baxır və övladın nə qədər əziyyət çəkdiyin gözün qabasındadır ki, yəni Bəli. bu da bir çox ağır, elə şəhid anası, atası kimi bir şeydir. Həqiqətən bunu yaşamaq və övladın nə boyda Sağ olun. Allah eləyən hər bir kəsə Allah ziyarətimizi qəbul eləsin. Çünki həqiqətən şəhid məzarları ziyarətgahdır və onu ziyarət etmək hər kəsə nəsib olmur. Bu şəhidin şəfayətindən yəqin ki, burada iştirak edən hər bir kəsə düşər inşallah. Allahdan onu arzulayır. Ah, şirindir. Ancaq əvvəl bilmirdik nəyə görə şirindir. Orada əzizlərimiz yatır, analarımız, atalarımız yatır. İndi isə o torpaqda can parçalarımız yatır. Bu torpağı bizə qaytaran bu gözəl oğullar hərəsi bir evin çırağı idi, hərəsi bir ailənin ümid yeri idi. 5 il bundan əvvəl gördüyümüz analar indi tamamilə başqa cürdür. Yəni bu anaları əvvəllər tanımırdıq, bizi bu övladlar birləşdirdi. Eyni zamanda ataları da biz bir ailə olduq. Bir-birimizin dərdinə şərik olduq. Və hər bir şəhidin bir tarixçəsi var, bir-birindən fərqli tarixçəsi. Ancaq amalı birdir. Mənim də övladım bu şəhidin yaşındaydı. Ailənin tək oğul övladı idi, illərlə arzulamışdıq. Bir sözü var idi. Deyirdi, torpağı düşmən tapdağı altında qadını əsir olan bir ölkənin vətəndaşı mən kişiyəm deyib gəzə bilməz. Bu 18-19 yaşlı bir oğlan uşağının fikri idi, düşüncəsi idi. Demək, bizim hər birimiz o şəhid övladları, böyüdən analar özümüz də bilmədən qəhrəman böyüdürükmüş. Bəx Nəsibə ana dedi ki, biz övladımızı tanımamışıq. Həqiqətən də biz övladlarımızı tanımamışıq ki, onlar necə qəhrəmandırlar. Bu xalqın, bu millətin boynuna çox böyük bir yük qoyub getdilər. Vətənə sədaqət yükü, xalqa məhəbbət yükü. Tarix bilməsələr də al qanları ilə tarix yazaraq biz müəllimləri özlərinə borclu elədilər. Bizim o dərs bilmədən küncə qoyduğumuz şagirdlər artıq bizi diz üstə olanın önünə çökməyə məcbur eləyirlər. Çünki onlar bundan da yüksəyə layiqdirlər. Nə deyim, mən bir şəhid valideyni kimi o ağrını içimizdə daşıyırıq. Hər birimiz ailəmizdə onu daşıyırıq. Heç kəsə arzulamıram o iki o ağrını. Bugün Elnur qardaşımızdan, Cəmalə bacımızdan səbir diləyirəm Allahdan. Möhkəm durun deyirik, çalışaq möhkəm duraq. Çünki
ziyarət eləməliyik, yad eləməliyik, bu övladlara borcumuzu verməliyik. Bizi bu kiçik yaşları ilə özlərini borclu edən bu oğlanlara ömür boyu borcluyuz. Bir xalq olaraq borcluyuz, bir millət olaraq borcluyuz. Çünki onlar Azərbaycanı böyük dövlət kimi dövlətlər içərisində tanıtdı. Bayrağını bayraq olaraq bayraqlar arasında tanıtdı. Bir hər oğul bayrağa bükülə bilməz. Həqiqətən də fərqli övladlar oldular. Bayrağa, vətən bayrağına bükülüb gəldilər. Başımızı uca elədilər. Vətən sağ olsun dedilər. Bizə də Allahdan səbr eləmək düşər. Hər bir şəhidimizin məkanı cənnət, ruhu şad olsun. Torpaq onu qoruyan varsa vətəndir və biz də deyə bilərik, bizim vətənimiz var, onu qoruyan oğullarımız var. Allah yerdə qalanlarımızı korusun. Bu çətin anda o düşmən qarşısında duran hərbiçilərimizi qorusun, millətimizi, xalqımızı qorusun. Bizə də Allah bol-bol səbirlər versin, dayanadır. Elmas çox sağ olun. Vidadi Xəlilov, yəni polkovnikin Göyçay illərlə yetişmiş bir peşəkar zabitimiz dünyasını dəyişdi, şəhid oldu. Yəqin sabah onun il dönümündə Göyçay hamılıqla bir yerdə istəyir öz elimiz, obamız. Fürsətdən istifadə edib Nəsbə xanıma söz verim bir şəhid anası olaraq. İlk növbədə Azər balamızın atasına, anasına başsağlığı verirəm. Bütün şəhid anaları adından başsağlığı verirəm. Allah balamızın məqamını ucadan uca eləsin. Düzdür, mənim üçün bugün danışmaq çox çətindir, çox ağırdır. Çünki mənim də balam bugün şəhid olub. Bugün şəhid olub. Mən şəhid olan günü xəstəxanada işdəydim. Gəlib dedilər, 3 dənə şəhid gəlib Göyçaya. Mən xəstəxananın balkonunu açdım, çıxdım. Dedim, anınız ölsün. Şəhid gəlib. Mən bilmədim ki, mənim öz balam da öz qardaşlarımın içindədir. Yəni, üzürlü hesab edirəm, bəlkə də danışığımda çaşa bilərəm. Çünki mən dünəndən qapımı açıq qoymuşam ki, Vidadi bəlkə 5 illikdir, bugün gələr. Səhərəcən gözlədim. O yağışda mən düşdüm, qapını açdım ki, bəlkə o şırıltımın ayaqqabısının izidir, o gəlir. Gördüm, yox, özümü avladıram. Şəhərdən indi gələndə görürük ki, küçələr hamısı bəzənib. Bəli, bu oğlanların hesabına bəzənib o küçələr. Kaş o oğlanlar görəydi ki, o küçələr onların hesabına bəzənib. Ruhları da olsa bildilər ki, onların zəfərləri gəlib çatır. Onlar vətən aşiqləri idi. Onlar bayraqdan ötəri, əllərində bayraq öz torpaqlarımıza sancmaqdan ötəri. Bax, bu torpaqda ağır bir daş altında yatan oğlanlardır. Deyirsiniz bir də ki, qürurlu olun. Biz necə qürurlu olaq? Düzdür, qürurlu olub ki, vətənimizi qaytardılar bizə dala. Amma sağalmaz yara bizim içimizdə bizi qoymur. Siz hamınız yaxşı bilirsiniz ki, mən 2 balanın qaroltusuyam. Vidadi Xəlilovun balaların qaroltusuyam. Hamınızdan da xahiş edirəm. Kimin tədbirlərində iştirak edə bilmirəmsə, məni üzürlü hesab eləsinlər ki, o oğlan etibarsız oğlan olmayıb. Mən də etibarsız ana olmayayım ki, o uşaqların qoruyum. Mən deyərdim, Azər, arzularınız yerinə çatdı. Siz necə qeyrətlə, qüdrətlə, şərəflə irəli gedirdiniz. Siz 92-də olan şəhidlərimizin qanını yerdə qoymadınız. Qardaşlarınızın ruhunu daha da şad elədiniz. Sizin də ruhunuzu antitor şəhidləri aldı, qanunuzu onlar aldı. Sizin də ruhunuzu onlar şad elədi. Mən analardan bilsə onu deyirəm. Bizim içimizi, bizim yaramızı heç kim başa düşməz. O yaranı heç kimə mən arzulamaram. Heç kimə arzulamaram ki, biz çəkən yaranı kimsə çəksin. Mən evdə də demişəm, oğluma vəsiyyət eləmişəm ki, mən ölən günü mənim ölüm tariximi Vidadinin şəhid olan tarixi yazarsınız. Çünki mən həmən günü ölmüşəm. Mən Vidadi ölən günü ölmüşəm. Biz gündə 1000 dəfə ölüb dirilən analarıq. Çünki zülümlə, əziyyətlə böyütdüyümüz balalarımızı biz verdik vətənə qurban. Vətəndən xahiş edirik. Bizim oğlanlarımızı verdiyimiz kimi
Siz də bizim oğlanlarımızı qoruyun. Maddi yardım istəmirik biz. Biz ancaq qayğı istəyirik bu oğlanlara. Onların valideynlərinə ki, bizə qayğı göstərin. Heç bir şəhid ataları, anaları maddi yardım üçün heç bir yerdə boynun vurmayıb. Heç vaxt vurmayıb. Çünki onlar boynu buruq valideyn olsaydılar, o boyda oğlanları itirməzdilər. Mərtcəsinə dayandılar, mərtcəsində oğlanlar verdilər. Şəxsən mən özüm deyirəm ki, mən oğlumu şəhid olandan sonra tanımışam ki, mənim belə bir oğlum var. Onlar dəyişmədi, amma biz dəyişdik, onlar bizi dəyişdirdi. Həm qocaltdı bizi, həm ucaltdı bizi. Azər bala, yerin cənnətdən də daha yüksək nə məqam varsa, onu arzulayaram sənə. Biz nə deyə bilərik? Özümüz özümüzə o səbri, bu təskinliyi belə şeylərlə veririk. Allah bizə qüvvə versin. Bizi yaşayaq ki, bu gözəl balalarımızı yaşadaq. Sağ olun. Salam oğul, anan qurban boyuna. Məzarına dizin gəlmişəm. Necə gözəl bəzənibdir mənzilin. Bura düşdü yolum, izim gəlmişəm. Torpaq üçün torpaq altda qalanım. Gəndə qalma, dur, qarşıla ananı. Öpüb qoxla, saçlarımı sığalla. Otsuz, közsüz, həsrətindən yananı. Əvvəlki tək sarıl mənim boynuma. Qalx, nə olar? Elə bilim, yuxudur. Toy etmədim, qol götürüb oynayam. İndi məni sənin dərdin oxudur. Dur ay oğul, qapını aç üzümə. Dar evində, qonaq eylə sən məni. Əvvəlki tək laylay deyim mən sənə. Sən də dinlə şirin nəğməmi. Sən də dinlə şirin nəğməmi. Çok sağ olun. Bir daha deyirəm, burada yəqin göstərim fələncilərimiz var. Çok sağ olun. Nur qardaşımın adından. Gələn hər kəsə bir şəhid atası olaraq minnətdarlığımı bildirirəm. Sağ olun ki, bu ailəni tək qoymadınız bugün. Belə də olmalıdır. Biz belə hesab edirik ki, belə olsa daha yaxşı olur. Ona görə də hər birinizə sağ ol deyirəm ki, bugün bu ailənin dərdini belə deyək. Özünüzün ki, bildiniz, burada iştirak elədiniz. İndi əfəndi bir dua versin. İcazə verin mən də bir şeyler söyleyeyim. Deyib. Anaları xoşbəxt olarlar. Deyir, Loğman oğluna deyir ki, ay oğul, ev tikəndə geniş ev tik. Deyir, artıq mən nətər tikim geniş evi? Deyir, insanların ürəyində ol, qəlbində ol. Yəni, Allah Peyğəmbəri, Məhəmməd Peyğəmbəri dünyaya rəhmət yollayıb. Görürsən, Peyğəmbər də Allah bu millətə, bu cəmaata hamıya kömək olsun. Amin. Ana şəhidin gəlir, başını dik tut ağlama. Qara giyin yasını tut, ürəyini çox dağlama. Balam yardan ayrı düşüb, balasından ayrı düşüb.